51-ci sahə. ABŞ-ın ən gizli bazasında əslində nə baş verir? Amerikanın ortasında elə bir yer var ki, xəritədə belə uzun illər görünmürdü. Ora girənlərin çoxu susur. Yaxınlaşanlar isə silahlı təhlükəsizlik tərəfindən geri çevrilir. Bəs 51-ci sahədə həqiqətən nə gizlədilir? 51-ci sahə, rəsmi adı ilə Groom Lake Facility, ABŞ-ın Nevada ştatında yerləşən dünyanın ən sirli hərbi bazalarından biridir. Bu ərazi Las Vegas şəhərindən təxminən 130 kilometr şimal-qərbdə yerləşir və Nevada səhrasının ortasında qurulub. Ərazi Nevada Test and Training Range adlı böyük hərbi zonanın içindədir və ümumi qorunan sahə yüzlərlə kvadrat kilometrdən çoxdur. Ən maraqlısı isə budur ki, ABŞ hökuməti illərlə bu bazanın mövcudluğunu belə rəsmən qəbul etmirdi. Yalnız 2013-cü ildə CIA sənədlərinin açıqlanmasından sonra 51-ci sahənin real olduğunu təsdiqlədilər. Bu ərazi ilk dəfə 1955-ci ildə CIA tərəfindən seçildi. Səbəb isə çox sadə idi. ABŞ Sovet İttifaqını izləmək üçün tam gizli U-2 casus təyyarəsi hazırlayırdı və bunun üçün insanlardan uzaq, səssiz və qorunan bir ərazi lazım idi. Groom Lake adlı quru göl yatağı bunun üçün ideal idi. Ətrafda dağlar vardı, yaxınlıqda yaşayış yox idi və əraziyə giriş çox çətin idi. Sonralar burada SR-71 Blackbird, A-12 Oxcart və F-117 Nighthawk kimi gizli təyyarələr test edildi. Maraqlıdır ki, həmin dövrdə insanların UFO gördük dediyi bir çox hadisənin səbəbi əslində bu təyyarələrin sınaqları idi. Çünki o illərdə belə sürətli və qəribə formalı texnologiyalar heç kəsə tanış deyildi. 51-ci sahənin ətrafında təhlükəsizlik isə demək olar ki, film səviyyəsindədir. Əraziyə giriş qadağandı və sərhəddə Use of Deadly Force Authorized, yəni ölümcül güc istifadəsinə icazə verilir yazılmış lövhələr var. Ərazini Camo Dudes adlanan silahlı təhlükəsizlik işçiləri qoruyur. Onlar ağ rəngli pikap maşınlarında patrol edir və yaxınlaşan insanları dərhal uzaqlaşdırır. Hətta ərazi üzərində uçmaq belə qadağandır. 51-ci sahənin üzərindəki hava məkanı ABŞ-ın ən qorunan hava zonalarından biridir və The Box adlanır. Burada radarlar, infraqırmızı sensorlar və hərəkət aşkarlayan sistemlər yerləşdirilib. Bəzi keçmiş işçilərin dediyinə görə, bazada işləyən insanların çoxu hər gün Las Vegasdan Janet Airlines adlı xüsusi ağ rəngli təyyarələrlə gizli şəkildə bazaya aparılır. Bu təyyarələrin pəncərələri belə fərqli hazırlanıb və uçuş məlumatları uzun illər gizli saxlanılıb. İnsanların ən çox maraqlandığı hissə isə UFO məsələsidir. Çünki sahə 51 adı artıq illərdir yad planetli nəzəriyyələri ilə birlikdə çəkilir. Xüsusilə 1989-cu ildə Bob Lazar adlı bir şəxs ortaya çıxaraq dedi ki, o sahə 51 yaxınlığındakı S4 adlı gizli bölmədə yad planetli texnologiyalar üzərində işləyib. O iddia edirdi ki, burada yad planetli uçan aparatları araşdırılır və onların enerji sistemi insan texnologiyasından çox üstündür. ABŞ hökuməti isə bu iddiaları heç vaxt təsdiqləmədi. Amma problem başqa idi. Lazarın danışdığı bəzi detalları sonradan həqiqi hərbi layihələrlə uyğun gəlirdi. Bu isə insanlarda şübhəni daha da artırdı. 1990-cı illərdə bir neçə nəfər sahə 51 yaxınlığına gizli girməyə çalışdı. Bəziləri tutuldu, bəziləri isə uzaqlaşdırıldı. Ən məşhur hadisələrdən biri antropoloq Jerry Freeman ilə bağlı idi. O 1996-cı ildə gecə vaxtı səhra üzərindən gizli şəkildə yaxınlaşdığını və uzaqdan qəribə işıqlar gördüyünü iddia etmişdi. Sonradan o deyirdi ki, torpaq titrəyirdi və göl yatağının mərkəzində sanki nəhəng qapılar açılıb bağlanırdı. Bu açıqlamalar internetdə sürətlə yayıldı və sahə 51 əfsanəsini daha da böyütdü. 2019-cu ildə isə internet tarixinin ən qəribə hadisələrindən biri baş verdi. Facebookda Storm sahə 51 və Can't Stop All of Us adlı tədbir yaradıldı. Milyonlarla insan sahə 51-ə hücum edək zarafatına qoşuldu. ABŞ ordusu isə bunu ciddi qəbul etdi və əlavə təhlükəsizlik tədbirləri gördü. Minlərlə insan Nevada səhrasına gəldi, amma əraziyə yaxınlaşan olmadı. Maraqlıdır ki, həmin hadisədən sonra təhlükəsizlik sistemlərinin daha da gücləndirildiyi deyilir. Reddit istifadəçiləri və bəzi aviasiya həvəskarları iddia edir ki, son illərdə ərazi ətrafında yeni radar sistemləri və infraqırmızı izləmə texnologiyaları qurulub. 2025 və 2026-cı illərdə isə sahə 51 yenidən gündəmə gəldi. Bunun səbəbi Tikabo Peak adlı son ictimai müşahidə nöqtəsinin bağlanması oldu. Tikabo Peak uzun illər sahə 51-i uzaqdan görmək üçün yeganə qanuni nöqtə idi. Amma 2026-cı ilin mart ayında ABŞ hökuməti həmin ərazini bağladı və təxminən 22 min akır torpaq istifadəyə qapadıldı. Bu qərar insanlarda yeni suallar yaratdı. Niyə məhz indi?
Bəzi ekspertlər deyirdi ki, burada yeni nəsil gizli pilotsuz sistemlər və İnceyadi adlı gələcəyin qırıcı təyyarələri test edilir. Digərləri isə bunun B-21 Raider bombardımançısı və yeni stealth texnologiyaları ilə bağlı olduğunu düşünürdü. Sahə 51 haqqında az bilinən maraqlı faktlardan biri də işçilərin həyat tərzidir. Bu bazada işləyən insanların çoxu rəsmi olaraq harada işlədiklərini ailələrinə belə deyə bilmir. Onlar xüsusi müqavilələr imzalayır və bu müqavilələrə görə məlumat sızdırmaq ömürlük cinayət sayılır. Hətta bəzi keçmiş işçilər deyir ki, işə qəbul zamanı onlardan yalnız texniki bilik yox, həm də psixoloji testlər keçirilir. Çünki bu bazada işləyən insanın sir saxlamaq qabiliyyəti onun biliklərindən daha vacib hesab olunur. İşçilərin əksəriyyəti hər gün Las Vegasdan uçan Janet təyyarələri ilə gətirilir və axşam geri aparılır. Amma bu uçuşların çoxu rəsmi uçuş cədvəllərində belə görünmür. Digər maraqlı və çox az danışılan məsələ isə sahə 51-in yeraltı infrastrukturu ilə bağlıdır. Bəzi peyk analizləri və keçmiş işçilərin qeyri-rəsmi açıqlamalarına görə bazanın yalnız kiçik bir hissəsi yer üstündə yerləşir. Əsl fəaliyyət isə yerin altında həyata keçirilir. İddialara görə burada çox mərtəbəli yeraltı tunellər, laboratoriyalar və hətta uzun məsafəli nəqliyyat sistemləri mövcuddur. Bəzi nəzəriyyələrə görə isə sahə 51 digər gizli bazalarla yeraltı tunellər vasitəsilə birləşir. Bu iddialar rəsmi olaraq təsdiqlənməsə də, bazanın ətrafında aparılan geoloji ölçmələr yeraltında böyük boşluqların olduğunu göstərib. Son illərdə diqqət çəkən başqa bir detal isə süni intellekt və pilotsuz sistemlərlə bağlıdır. 2025 və 2026-cı illərdə yayılan bəzi məlumatlara görə sahə 51-də artıq pilotlu təyyarələrdən daha çox AI ilə idarə olunan uçuş sistemləri test edilir. Bu sistemlər insan reaksiyasından daha sürətli qərar verə bilir və döyüş şəraitində tam avtomatik işləyə bilir. Bəzi hərbi ekspertlər deyir ki, gələcəyin hava döyüşləri artıq pilotlarla yox, alqoritmlərlə idarə olunacaq. Əgər bu doğrudursa, deməli sahə 51 sadəcə keçmişin yox, gələcəyin də ən gizli texnologiyalarının sınaq mərkəzidir. 2025-ci ildə RAT 55 adlı çox gizli Boeing 737 test təyyarəsinin sahə 51 üzərində görüntülənməsi də diqqət çəkdi. Bu təyyarənin radar testləri üçün istifadə olunduğu və yeni stealth texnologiyalarını yoxladığı iddia edilir. Maraqlısı budur ki, təyyarə tez-tez transponderini söndürür və uçuş məlumatlarını gizlədir. Aviasiya həvəskarları uzaqdan çəkilmiş videolar paylaşdı və bəzi insanlar bunu yeni nəsil gizli layihə adlandırdı. Bugün sahə 51-in daxilində tam olaraq nə olduğu hələ də bilinmir. Rəsmi olaraq oranın yeni hərbi təyyarələrin və texnologiyaların test bazası olduğu deyilir. Amma insanlar inanır ki, bu yalnız görünən hissədir. Çünki peyk görüntülərində yeni hangarlar, genişlənən uçuş zolaqları və əvvəllər olmayan tikililər görünür. Bəzi keçmiş hərbiçilər deyir ki, bazanın yeraltı hissəsi yer üstündən daha böyükdür. Hətta illərdir internetdə sahə 51-in altında çox mərtəbəli yeraltı laboratoriyalar olduğu iddiaları dolaşır. Bunların heç biri sübut edilməyib, amma heç biri tam təqzib də olunmayıb. Ən qorxulu hissə isə budur. Sahə 51 haqqında bildiklərimizin çoxu ya sızdırılmış məlumatlardır, ya da illərlə aparılan araşdırmaların nəticəsi. Deməli, əgər bu qədər məlumat gizli saxlanılıbsa, bəlkə hələ bilmədiyimiz daha böyük şeylər də var. Və bəlkə də sahə 51-in əsl sirri yad planetlilər deyil, insanların bilməsinə icazə verilməyən texnologiyalardır. Əgər belə real, gizli və düşündürücü hadisələr xoşunuza gəlirsə, Bal kanalını izləməyi və videonu bəyənməyi unutmayın.